Axır vaxtlar bu istəyib basma, tər basma məni əldən salıb. Neçə vaxtdır, uzun vaxtdır ki, aybaşdan kəsilmişəm, artıq klimaksa girmişəm. Amma sonuncu dəfə küçədə gəzəndə, öskürəndə, sidiyimi qaçırtdım, bu məni tam narahat elədi. Fikirləşdim, keçib gedər, biraz gözlüyüm, görürüm, get-gedə artır. Yadımdadır, anamda da bu yaşlarda yaranmışdı. Evə gəlirdi, paltarını dəyişirdi, deyir, sidiyimi tutmaqda çətinliyim var. Yəqin bu yaşda artıq bu belə olmalı. Yox. İmkan verə bilmərəm ki, bu dəyişikliklər mənim həyatımı kabusa çevirsin. Mən anamın yaşadığı o əziyyətləri heç yaşamaq istəmirəm. Araşdırdım, Bakıda belə bir mərkəz var. Sən demə, klimaksdan sonra yaranan bütün problemləri tamlığı ilə aradan qaldırır. Vaxt itirmədən gedim, keçim, sonra pampersə bağlanmayım.